YouTube, Instagram ve TikTok hesablarımı takip edip videolardan yararlanıp dostlarınızla paylaşmayı unutmayın. OTK sınav imtahanına salmış belə bir maraqlı sualın izahına baxaq. Burada deyir ki, bunu biraz böyüdürəm. N açıq B demək nəyə bərabərdir? N-A kəsişmə B bölü 3 və MB çıxa böl 8-ə. Yaxşı, gəl belə eləyək. Bunu bir x ilə ifadə etsək, yəni N A çıx B olsa x, o zaman N A kəsişmə B olacaq 3x, yəni 3x-i. Bunu 3x götürüm ki, 3x-i 3-ə böləndə yenə x alınsın. Bir də MB çıxılsın A bərabər olacaq 8x, yəni bunu 8x götürüm ki, 8x-i 8-ə böləndə x alınsın sonda yenə. Bir də birləşməmiz 48-dir. Gəlin Eylerven diaqramından bunu işləyək. Eylerven diaqramı çəkirəm ki, sizə daha rahat başa salım. Bu olsun A çoxluğu, bu olsun B çoxluğu. A çıx B, bax bu hissədir x. B çıx A, bu hissədir 8x. 3x bəs nədir? 3x kəsişməmiz. Ortaya da 3x deyirəm. Birləşmə necə tapılar? Birləşməni tapmaq üçün gördüyünüz bu elementləri nə etmək lazımdır? Toplamaq lazımdır. Yəni yazacağım. X üstə gəl 3x üstə gəl 8x bərabərdir 48. Olacaq 12x bərabər 48, x bərabər 48, 12-yə bölürük 4. X 4'dür. Bizdən isə kəsişməni soruşur. Kəsişmədə gördüyümüz kimi 3x ilə ifadə edildiyinə görə 3'ü vuracağım 4'ə. Düzgün cavab 12 olar.